Diktatorların pul ihtirası yenilik değil. Daha qədim zamanlardan diktatorlarda bir qənaət var ki, onlar idarə etdikləri ölkədən varlı olmasalar, ölkənin sərvətləri üzərində də tam və şəriksiz hakimiyyətlərini bərqərar etməsələr, hakimiyyətin əbədiliyi şübhə altına düşər. Bu mənada lap qalın kitablar da yazmaq olar. Bu heyvani duyğunun psixoloji əsaslarını, insanın vəhşiləşmə prosesini izah etmək olar. Bütün bunların elmi yolla izahı var, amma Milli Şuranın üzvü Rafiq bəy Manaflı lap yaxın tarixdən nümunələr əsasında mükəmməl bir şərh verib ki, onu yalnız bizlər deyil, elə diktatorlar da dinləsələr yaxşı olar. Faydası olar demirəm, çünki azğınlaşmış, geriyə yolu olmayan diktatorların onsuz da başqa nümunələrdən ibrət almaq şansları yoxdur. Sadəcə bilmək hər zaman bilməməkdən yaxşıdır. Rafiq bəy isə belə izah edir bu heyvani duyğunun mayasını. $100 əskinasın ölçüləri 155 tam 1956 vur 66 tam 294 vur 0 tam 10.75 mm, həcmi 0 tam 0.000 111 kub metr, çəkisi 1 qramdır. Belə ki, yüzlük əskinaslarla 1 milyard dolların həcmi 11,1 kub metr, çəkisi 10 tondur. Qeyd edim ki, 20 tonluq konteynerin daxili həcmi 5,86 vur 2, %33 vur 2, %19 bərabərdir 30 kub metrdir. Demək istəyirəm ki, vagon söhbəti yoxdur. Bir konteynerə 3 milyarda yaxın yerləşə bilər. Bəşər Əsəd başını götürüb qaçdı Rusiyaya. ABŞ Konqresinin rəsmi məlumatına görə onun 2 milyard dollar pulu var. Amma xarici banklarda, afşorlardakı pulları, xaricdəki daşınmaz əmlakları, firmaları, zavodları, ambar sənət əsərləri toplam 60-120 milyard dollar dəyərləndirilir. Əsədlər ailəsinin çökməsi tarixi hadisə olmaqla bərabər həm də ibrət götürüləsi hadisədir. Belə talançılıq yalnız diktator, avtoritar rejimlərdə bir adamın külli ixtiyar sahib olduğu ölkələrdə baş verə bilir. Türk yazarı və jurnalist Yılmaz Özdil avtoritar quldurların talançılığını çox gözəl sistemləşdirib. Baxın, Səddam Hüseynin rəsmi 6 milyard, qeyri-rəsmi 40 milyard dollar sərvəti vardı. Yalnız Taylandda 1 milyard dəyərində almaz, brilyant və digər dəyərli daşlar saxlayırmış. Qəddafinin sərvəti 160 milyard dollar idi. Bunun 17 milyardını nağd, qızıl və daşqaş formasında Nigerdə saxlayırdı. Öldürüldükdən sonra Zillah və Hun şəhərlərində hərəsində yerə bastırılmış 20 ton qızıl tapıldı. Libiyada hələ də yer qazıb qızıl axtaranlar var. Səddam asıldı, Qəddafi öldürüldü, sərvətləri itib batıb getdi. Hüsnü Mübarək 67 milyard dollar çalmışdı. Müxtəlif ölkə banklarında öz rəsmi adıyla hesablarında 17 milyard dollar var idi. Şimaldan cənuba, şərqdən qərbə dünyaya səpələnmiş şirkətləri, otelləri, əmlakları vardı. Öldü, sərvəti Misir xalqından başqa kimə istəsən qismət oldu. Ömər Əl-Bəşir 1989-2019-cu illərdə 30 il Sudanın prezidenti olub. Dünyanın ən kasıb ölkəsindən 20 milyard uğurlayıb, təkcə İngiltərə banklarında 9 milyard pulu olub. Sarayından kisələrdə 130 milyon dollar nağd pul tapıldı. Nəticə, Sudanda aramsız vətəndaş müharibələri, ölkənin iki yerə bölünməsi. Zeynalabidin bin Əli 24 il Tunisi yönətdi, 15 milyard dollar çaldı. Arvadı First Lady Leyla qardaşı ilə birlikdə Tunisdə silah və narkotika ticarətini idarə edirdi. Azgözlükdə sərhəd tanımayan birinci Lady müxalifətçiləri öldürtdürürmüş, şam yeməyini sifarişlə Fransadan təyyarə ilə gətizdirirmiş, özünə kraliçə deməyi tələb edirmiş. Ərinə xəbər belə vermədən Mərkəzi Bankın 1,5 ton qızılını xaricə qaçırılmış. Əli Abdullah Salih, Yəmən 34 il 32 milyard dollar.
standartları varmış. İldə 2 milyard rüşvət yığmalıymış. Nəcib Tun Razak saydıqlarımın içində yeganə həbs edilmiş quldur. 12 il həbs, 52,5 milyon dollar pul cəzası. 14 il Malayziyanın müdafiə naziri, 5 il baş nazirin müavini, 9 il baş nazir sorğulandı, amma nə qədər milyar doğruladığını müəyyənləşdirə bilmədilər. Yalnız Malayziyanın infrastruktur layihələrini maliyyələşdirmək üçün yaradılmış fonddan 3,5 milyardın yoxa çıxdığı məlum oldu. 5 müxtəlif banklarda 680 milyon dolları tapıldı. Sarayından 26 müxtəlif valyuta ilə dolu 52 çamadan, cəmi 30 milyon dollar və içi cəvahiratla dolu 37 brenddən 567 sumka çıxdı. Saydılar 12 min zinət əşyası, cəmi 277 milyon dollarlıq. Məhkəmədə bu çantalar nədir sualına, kürəkənimin mənə və xanımıma hədiyyəsidir cavabını verib. Rusiyalı kürəkənin qayınçasına Dubayda villalar hədiyyə etməsi ilə assosiasiya yarandı mı? Putini taladığı 400 milyard dollar necə qudurtdursa, indi əjdaha ilə çilingağac oynayır. Yuxarıda bir-bir saydıqlarımın hərəsinin ayrı-ayrılıqda malik olduqları pis xüsusiyyətlərin hamısı bir Azərbaycan rejiminin başında duranlarda öz inikasını tapıb, iştahın, acgözlüyün, sərhəd bilməməzliyi, adam tanımamazlığın, qanun saymamazlığın, hədd-hüdudunun olmaması Azərbaycandan nələrin çıxacağını təsəvvür etməyə belə imkan vermiş. Və bu, yalnız və yalnız avtoritar idarəçiliyin, burada mənəm Bağdadda kör xəlifəçiliyin məntiqi nəticəsidir. İlham Əliyev və ətrafı Bəşər Əsədin taliyinə yaxşı-yaxşı baxsınlar. 1 milyona yaxın insanı məhv etməsi belə onun taxt tacını qoruya bilmədi. Qaçdı, tar-mar edilib şumlanmış ölkə, 12 milyon didərgin salınmış insan qaldı. Amma hara qaçacaq? Törətdiyi bəşəri cinayətlərdən sonra kim onu rahat buraxacaq ki?